Təyyarəsinin əməkdaşları təmiz hava ilə bağlı tədbirlərini davam etdirir. Tədbirlərin əsas məqsədi ondan ibarətdir ki, sürücüləri maarifləndirmək, onları mütəmadi olaraq nəqliyyat vasitələrini texniki baxışdan keçirmək, texniki servislə müayinə etdirmək. Bu bizim özümüz üçün, gələcəyimiz üçün, övladlarımız üçün çox əhəmiyyətlidir. Xahiş edirik, bütün sürücülər nəqliyyat vasitələrini daim nəzarətdə saxlasınlar. Normadan artıq. Yes, gözlə daha qarış. 0.12-yə qədər normadır. 4.95 normadan artıq. İnzibati xətalar məcəlləsinin 342.5-ci maddə ilə sizə 50 man cərimə olunur.